Salam dəyərli izləyicilər, xoş gördük. Bugünkü mövzumuz böhran ekstrem stasionar nöqtələrdir. Maksimum və minimum nöqtələr ekstrem nöqtələr deyilir. Teorema baxaq. Bir funksiyanın fx funksiyanın x0 nöqtəsində ekstremi varsa, bu nöqtədə funksiyanın törəməsi ya sıfıra bərabərdir, ya da bu nöqtədə törəmə yoxdur. İndi gəlin biz əsasən əvvəlki dərslərdə törəməni sıfıra bərabərləyirik, ekstrem nöqtələri tapırıq. İndi törəmənin ekstrem nöqtələrdə törəmən olmadığı var. Bu hissəyi araşdıraq. Hansı hallarda ekstrem nöqtə var, amma orada törəmə yoxdur. 11-ci sinifin dərsliyində nəzəriyyə hissəsində geniş məlumat verilib. Mən də bu nəzəriyyəni şəkillər üzərində daha yaxşı izah eləməyə çalışacağam. Törəmənin olmadığı nöqtələr. Bu hissəyə baxırıq, törəmənin olmadığı nöqtələr. Ümumiyyətlə funksiya diferensiyalanansa, yəni törəməsi varsa, bu funksiya mütləq kəsilməzdir. Amma bunun tərsi doğru deyil. Yəni funksiya kəsilməz olduğu halda onun törəməsi olmaya da bilər. Bu bizim birinci anlayışımız. Burada əlavə anlayışı nə var? Törəmə həndəsi olaraq qrafik çəkilən toxunanın bucaq əmsalı ilə müəyyən edilir. Bütün nöqtələr toxunanı olan əyrəyə isə hamar əyri deyilir. İndi hamar əyri nədir? Onu göstərəcəm. Aşağıdakı deyir ki, törəmənin olmadığı nöqtələrə aid nümunələr göstərilmişdir. Bax, hansı hallarda? Əsasən 3 hal var. Birinci hal. Qrafiki V formasında olanlar. Məsələn, modul funksiyaları. Və yaxud da ki, sınma nöqtələrində. Bax, burada bu funksiya törəmə yoxdur. Niyə görə yoxdur? Çünki funksiya, fx funksiyası tutaq ki, hər hansı qabarıq çökəkliyi varsa, burada çəkilən toxunan yeganədir. İkinci toxunan çəkmək olmaz. Amma burada toxunanı müxtəlif formada belə çəkmək olar, belə çəkmək olar. Ona görə sonsuz sayda toxunan çəkdiyi olduğuna görə deyirlər ki, A nöqtəsində funksiyanın törəməsi yoxdur. Və yaxud da ki, bu formada. Və yaxud da ki, əlavə bir dənə də misal göstərə bilərəm ki, belə də ola bilər funksiya. Düz xəttlə gələ bilər, əyri ilə, tutaq ki, hər hansı bir əyri ilə gedə bilər. Hissə verilmiş funksiyada bu mümkündür ki, tutaq ki, bu hər hansı bir funksiyanın düz xətti, bu da hər hansı bir fx funksiyası. Bax, həmən bu nöqtədə törəmə yoxdur. Bu bir. İkinci, qrafika şaqılı toxunan y hissəyə düşdükdə və ona paralel olduqda. Ola bilər ki, belə də olsun. Tutaq ki, bu formada gəlsin qrafik, belə gəlsin. Belə, bu formada. Yəni, sağ tərəfə sürüşə bilər. Məsələn, kub kökdən x-2 kimi bu formada olsun. Yəni, qrafik 2 vaid sağa sürüşəndə paralel yerləşəcək. Bu halda deyirlər ki, funksiyanın törəməsi yoxdur. Belə də ki, məsələn, bunu əgər şaqılı toxunan sözün başa düşmürüksə, törəməsini tapanda bunun kub kökdə x-in törəməsi f törəmə x bərabər olacaq. 1 bölünsün 3 kub kökdən olacaq x-in kvadratı. Burada da x bərabərdir 0 nöqtəsində törəmə yoxdur. Bir də ki, kəsilmə nöqtələrində funksiyanın törəməsi yoxdur. Yəni, funksiya hər hansı bir nöqtədə kəsilibsə, həmən nöqtədə törəməsi yoxdur. Məsələn, deyək ki, fx bərabərdir 1 böl x-in x bərabərdir 0 nöqtəsində törəməsi yoxdur. Və yaxud da ki, fx bərabərdir kök 1 bölünsün deyək ki, bax, 1 böl x kvadratı minus 4. X-in x bərabərdir 2 nöqtəsində bunun törəməsi yoxdur. Yəni, bir sözlə kəsilmə nöqtələrində törəmə yoxdur. Belə bir burada qrafik verilib. Deyir ki, qrafikdə funksiyanın harda törəməsi yoxdur. Və səbəbləri demək lazımdır. Hansı səbəbə görə yoxdur. Burada özləri həllərini veriblər. BCF nöqtələrində, BCF. Bu nöqtələrdə funksiya kəsilən olduğu üçün törəmə yoxdur. BCF nöqtəsində funksiya kəsiləndir. Çünki burada F-də bax, içi boşdur bura. Biri elə bir ki, sağ və sol limitlər düz üst-üstə düşmədiyinə görə burada deyilər kəsilən nöqtələr. Ona görə burada törəmə yoxdur. F-ə baxanda burada fikir vermək lazımdır. Bura boşdur axı. Ona görə bu
ümumi halda, yəni bu hissə verilən funksiyadır. Sadəcə sol tərəfdən yox, sağ tərəfi də düşünmək lazımdır ki, bu oldu kəsilən funksiya. D və E nöqtələrində sınma nöqtələridir. Yazaq, D nöqtəsi bu sınma nöqtəsidir və E nöqtəsi E nöqtəsi. D ilə E nöqtəsi. Bu da sınma nöqtəsi. Və bunun törəməsinin olmama səbəbi nədir? Sınma nöqtələri olduğu üçün burada törəmə yoxdur. J nöqtəsində toxunan şaqili olduğunu. J nöqtəsində toxunan şaqili olduğu üçün. Burada bayaq dediyimiz kimi hamar əyri söhbəti var. Yəni burada J nöqtəsində bax çəkilən toxunan, əgər bu formadadsa, onda deyirlər şaqili toxunan deyirlər buna. O buradakı kimi şaqili toxunan. Onda da törəmə yoxdur burada. Daha doğrusu törəmə yoxdur. Və bu şaqili üfüqi olsa məlumdur. Məsələn, tutaq ki, bu əyriyə çəkilən xətt, bu belə üfüqi xətt toxunandısa, burada törəmə var. Amma toxunan şaqili olanda burada törəmə yoxdur. Bir başqa misallara baxaq burada. Məsələn, 4 nömrəli misal maraqlı sualdır. Qrafik üzərində göstərilib. Buna baxaq. Apsis oxu üzərində göstərilmiş funksiya hansı qiymətində toxunanın bucağı əmsalı 0-a bərabərdir. Toxunanın bucağı əmsalı 0-a bərabər olması üçün bu maksimum və minimum nöqtələrdir. Yəni buradan çəkilən toxunan, buradan x2 nöqtəsində toxunan çəksəm, bu toxunan 0-a bərabərdir. Yəni bir sözlə burada törəmə 0-a bərabərdir. Bu nöqtədə törəmə 0-a bərabərdir. x2 nöqtəsində. Bir də başqa hansı? Bir də x7 nöqtəsində. Bunlar paraleldir. Bu x1 və x7 nöqtələrində çəkilən bucaq əmsalları 0-a bərabərdir. Yəni törəmə 0-a bərabərdir. Harda 0-dan böyüdür? 0-dan böyük olan hissələr x1 nöqtəsində çəkilən toxunan müsbətdir. Çünki x oxu ilə əmələ gətirdiyi bucaq, bu bucaq, alfa bucaq, iti bucaqdır. K buradan müsbətdir. Ona görə deyirlər ki, bax bu hissədə törəmə müsbətdir. Artan hissədə törəmə nədir? Müsbətdir. Sonra hər birini araşdıra bilər. X3 nöqtəsində törəmə yoxdur. Çünki burada bu sınma nöqtəsidir. Sınma nöqtəsində törəmə yoxdur. Sonra X4 nöqtəsində də biraz qrafikinin özündə problem var. Yəni təxmini belə bir qrafik olmalıdır. Burada da bu şaqili toxunan çəkildiyinə görə buna şaqili toxunan çəkmək mümkündür. Ona görə burada toxunan daha doğrusu qrafikdə əslində deyir ki, toxunan yoxdur. Burada X4 nöqtəsində toxunan yoxdur. Yəni buna aid eləmək olar. Elə bir gün variantlardan hansıda birini yazıb şaqili toxunan. Ona görə ona elə demək istədim. X5 nöqtəsində də sınma nöqtəsində toxunan yoxdur. Həmçinin də sonra x7 nöqtəsini dedim bunun toxunan çəkmək olar və paraleldir. Yəni paralel yerləşmə o demək ki, K burada nəyə bərabər toxunan? 0-a bərabərdir. Və x6 nöqtəsində də buradan çəkilən toxunan belə gələcək. Bu da ki, burada K mənfidir. Çünki bunu belə deyək də, K burada x oxu ilə əmələ gətirdi, x istiqaməti ilə əmələ gətirdi bucaq, kör bucaq olacaq. Ona görə burada olacaq mənfi. Və burada fikir versiniz, məsələn, x2 ilə x3 arasında bir nöqtə götürüm, tutaq ki, hər hansı bir nöqtə götürüm. Bu hissədə törəmə mənfidir, bu hissədə törəmə müsbət. Ona görə deyirlər ki, törəmənin müsbətdən mənfiyə keçdiyi yer bu nöqtə maksimum nöqtədir. Və yaxud da ki, bax, bu hissəni analiz edəndə, bax, bu hissəyə fikir verək, bir də buna bax. Burada törəmə mənfidir, burada törəmə müsbətdir, çünki artan hissədə olub. Və burada deyirlər, törəmənin mənfidən müsbətə keçdiyi yer bu nöqtə olur nə? Minimum nöqtə. Bu nöqtə isə olur maksimum nöqtə. Yəni, törəmə vasitəsilə maksimum və minimumlar arasındakı əlaqə budur. Əlavə özümdən də bir iki misal göstərim. Məsələn, fx bərabərdir x minus 4 plus 3.
Bu qrafiki quranda bu 4 vaid sağa, 3 vaid yuxarı. Yəni gördüyümüz bu funksiyanı deyirik ki, x bərabərdir 4 nöqtəsində bunun törəməsi yoxdur. Törəmə yoxdur. Amma x bərabərdir 4 nöqtəsi bunun ekstrem nöqtəsidir. Yəni minimum nöqtəsidir. Minimum nöqtədir. Sonra başqa bir dənə funksiya. Fx bərabərdir modulda x kvadratı minus 5x plus 4. Bu təzədən buradan çəkim. Fx bərabərdir x modulda x kvadratı minus 5x plus 4. Funksiyasının qrafikinə baxaq. Bir nöqtəsində sıfıra çevrilir, bir də 4 nöqtəsində. Qrafiki belə bir şeydir. Belə gəlir. Üzr istəyirəm, belə əyridir. Sonra başa qatlanan hissə keçir yuxarı, modul olduğuna görə. Yəni belə bir şey olur. Bura 1 nöqtəsi, bura 4 nöqtəsi. 1 ilə 4-ün də ortası elədir 2,5 nöqtəsi. Bax, bunun biz harda törəməsi yoxdur, həmən nöqtə araşdıranda x bərabərdir 1 nöqtəsində, x bərabərdir 4 nöqtəsində bunun törəməsi yoxdur. Törəmə yoxdur. Həmən nöqtələr sığma nöqtəsidir. Ona görə burada deyirlər törəmə yoxdur. Amma bunun böhran nöqtələrini soruşsa bizə. Böhran nöqtələri bunun 1 nöqtəsi, 2,5 nöqtəsi və 4 nöqtəsi, bunlar üçü də 1, 2,5 və 4. Hər biri bunun böhran nöqtəsi sayılır. Və sayaraq çox misal göstərmək olar. İndi isə böhran nöqtələrinə baxaq. Tərif yazılıb ki, törəmənin sıfıra bərabər olduğu və törəmənin olmadığı daxili nöqtələr sözü var burada. Törəmənin olmadığı sözlər var burada. Funksiya böhran nöqtələri deyilir. Bilirik ki, yəni böhran nöqtəsini tapmaq üçün ekstrem tapmaq üçün. Yəni çox vaxt bizim elədiyimiz misallar odur ki, törəməni sıfıra bərabərləşdirib tapırıq. Məlum məsələdir ki, mən burada bəzi xırdaqlar var, onu göstərmək istəyirəm. Burada bizim üçün x1 nöqtəsi, x2 nöqtəsi, bunlar maksimum, minimum və x4 nöqtəsi, ekstremum nöqtələr. Törəmənin sıfıra bərabər olduğu nöqtələrdir. x4, burada törəmə sıfıra bərabər törəmə var, x4-də törəmə var. x5-də törəmə yoxdur, amma ekstrem nöqtəsidir. Bu ekstrem nöqtə sayılır, amma törəmə yoxdur, çünki sınıq xəttdir. Sonra, hansını araşdırmadım? x3 nöqtəsində. x3 nöqtəsinə deyirlər ki, burada buna şaquli, belə deyək, şaquli çəkmək olar, toxunan, şaquli toxunan. Burada da törəmə yoxdur. x3 nöqtəsində də törəmə yoxdur. Ümumilikdə hamısı x1, x2, x3, x4, x5 hər biri böhran nöqtə sayılır. İndi misallar üzərində göstərim ki, hansı nöqtələr, məsələn, böhran nöqtəsi ayılır və həmən nöqtədə yazılıb ki, burada tərifli demək istəyirəm. Törəmənin olmadığı nöqtə. Məsəl üçün, y bərabərdir x üstündə 5. Bu funksiyanın törəməsini tapsam, böhran nöqtəsi olar. Y törəmə bərabərdir 5x üstü 4 bərabərdir 0. X bərabərdir 0. Bu nöqtə törəmənin 0-a bərabər olduğu nöqtə böhran nöqtəsi sayılır. Amma ekstremum deyil. Niyə? Qrafik üzərində göstərsəm tam başa düşüləcək. Yəni bir-birindən fərqli, yəni elə nöqtə var ki, böhrandır, amma ekstremdir. Həmən nöqtələri aydınlığa gətirirəm. x5 təxminən belə bir funksiyanın qrafiki belədir. Bax, bu nöqtədə ekstrem nöqtə, böhran nöqtə sayıldı bu nöqtə. Amma bu ekstremum deyil. Sonra bir başqa misal 1.
Misal 2. Y bərabərdir x 1 bölünsün x minus 2. Bunun böhran nöqtəsini araşdırıq. Böhran nöqtəsini araşdıranda bunun böhran nöqtəsi var ya yoxdur. Törəməni sıfıra bərabər elədim. Y törəmə bərabərdir 1 bölünsün x minus 2'nin kvadratı. Mənfisi ilə. Törəmənin olmadığı nöqtə x bərabərdir 2 nöqtəsidir. Amma bir şey var ki, x bərabərdir 2 nöqtəsi funksiyanın təyin oblasına daxildir. Yəni burada x bərabərdir 2 nöqtəsi kəsilmə nöqtəsidir. Ona görə deyirik ki, x bərabərdir 2 nöqtəsində törəmə yoxdur. Tərifə diqqətlə baxsaq, burada yazılıb ki, törəmənin olmadığı daxili nöqtələr. Yəni daxili nöqtə sözünə görə törəmənin olmadığı nöqtələr var birinci. Əgər funksiyanın təyin oblasti AB parçasındadırsa, birinci götürdüyümüz həmən nöqtə bu funksiyanın təyin oblasına daxil olmalıdır. İkinci də kənar uclarda olsa, əgər A-da və B-də olsa, həmən nöqtədə də böhran nöqtə sayılmır. Burada A və B böhran sayılmır. Məsələn, Y bərabərdir 3-cü misal. Kök altında x minus 5. Bunun təyin oblasti x böyük bərabər 5. Törəməsini tapsam, y törəmə bərabərdir 1 bölünsün 2 kök altında x minus 5. Törəmənin olmadığı nöqtə x bərabərdir 5-də törəmə yoxdur. İndi mən bunu böhran nöqtə kimi götürmək istəyirəm. Amma böhran nöqtə götürsəm də bunun təyin oblasti 5 müsbət sonsuzluq olduğuna görə indicə dedik ki, yəni uc nöqtələrdə böhran nöqtə olmur. Ona görə 5 nöqtəsində bunun böhranı yoxdur. Ümumiyyətlə funksiyanın böhran nöqtəsi yoxdur. Dördüncü misal. Y bərabərdir məsələn kub kökdən x plus 7 məsələn. Törəməni tapıram. Törəmə nədir? 1 bölünsün 3 kub kökdən x plus 7'nin kvadratı. Törəmənin olmadığı nöqtə x bərabərdir mənfi 7 nöqtəsidir. Bu törəmənin olmadığı nöqtədir. İndi bunu axı qaydaya görə törəmənin olmadığı nöqtəni böhran nöqtə götürməliyim. İndi təyin oblasına baxıram. Kub olduğuna görə bunun təyin oblası df daxildir. Mənfi sonsuzluğa müsbət sonsuzluğa kimi. Və mənfi 7 daxili nöqtəyə daxil olduğu üçün x bərabərdir mənfi 7 olur bunun böhran nöqtəsi. Yəni fərq bundan kök 6 ilə kub kökdən fərq bu oldu. Həmçinin o törəmənin burada deyirəm ki, daxili nöqtə deyirəm. Həmən daxili nöqtə funksiyanın təyin oblasına daxil olmalıdır və kənar uc nöqtələri olmamalıdır. Ola bilər ki, təyin oblasti deyək ki, 5, 8 parçasıdır. Törəmənin olmadığı nöqtə 8 nöqtədirsə, 8 böhran nöqtə götürülməməlidir. Amma 5-8 arasında tutaq ki, 6 törəmənin olmadığı nöqtədirsə, ona böhran nöqtəsi kimi baxmaq olar. Və sairə çoxlu misallar göstərmək olar. Demək olar ki, burada 3-4 tip sual göstərdim. Və ümumiləşmiş bir nəticə də çıxartmaq olar ki, məsələn, bir y bərabərdir. Deyək ki, 1 bölü x-dir, 1 bölünsün, tutaq ki, x plus 1-dir, 1 bölü x kvadratı minus 4-dir. Bu tipli funksiyaların böhran nöqtəsi yoxdur. Sonra, kök altı ifadələrdə cüt dərəcədən olsa əgər bu, cüt dərəcədən olan funksiyaların törəməsi yoxdur. Üzr istəyən böhran nöqtəsi yoxdur. Belə nəticəni çıxartmaq olar. Tək dərəcəli olanlarda böhran nöqtə var. Və yaxud da ki, 5-ci misalda belə göstərmək olar ki, y bərabərdir x minus 7'nin üstündə mənfi deyək ki, 3'də 2. Bunu da həll edəndən sonra görərik ki, elə bunun tutaq ki, törəməsinin olmadığı nöqtə x bərabərdir 7 nöqtəsində bunun törəməsi yoxdur. Amma bir şey var ki, törəməsinin
olmadığı nöqtə təyin oblasına daxildir. Çünki bura 7 verəndə burada x mənfi ədədin kəsiri 0-ın mənfi üstü qüvvətinə baxılmır deyənə. Ona görə burada da böhran nöqtə nədir? Yoxdur. Böhran yoxdur burada. Və elə nöqtələr var ki, o böhranda amma ekstrem yoxdur. Bunlara umumləşmiş bir dənə qayda. Bütün x-in üstündə tək qüvvətlər, 2n-1 qüvvətləri, hamısı bunlara misaldır. X-in kubu, x-5, x-7, x-9 və s. Bütün bu tipli funksiyalara bu sözü aid etmək olar. Və həmçinin x üstündə 2n-1 plus c sabitinə də aiddir bu söz. Və s. Belə dəyərli izləyicilər, inanıram ki, fikrimi aydın eləyə bildim. Yəni böhran, ekstremum və stasionar. Burada stasionar nöqtədən danışmadım. Stasionar nöqtə odur ki, yalnız törəmə burada sıfıra bərabər, törəmənin sıfıra bərabər olduğu. Yəni burada əlavə heç bir məhdudiyyət yoxdur. Törəmənin sıfıra bərabər olduğu nöqtələr adlanır stasionar nöqtələr. Yalnız və yalnız törəmə sıfıra bərabər olmalı. Törəmənin sıfıra bərabər olmadığı və digər hallar o stasionar nöqtələrə aid deyil. Sağ olun, dəyərli izləyicilər, növbəti videolarda görüşənədək.